Dedi, mən nə desəm baş üstə desin. Sabah hamıdan tez xortlayıb, axşam hamıdan gec yatsın. Əgər qaynana nəsə eləmək icazə veribsə, demək ərd icazə verib. Vapşıb qaynana olan yerdə hər kimdir? Zırt. Manda xala yox, mama desin. Dombalaq gəl bir reisdə zatda. Ay bilə boynuza çıxdı. Mən habra qız verməyə gəlmişəm, qul yox. Habıda görsüz ifrita arvad kişinin arxasında gizlənir. Və arxasında gizlicə kişiyə soxub Malefisentanın üstünə atır ki, Kişimin lənətdədir. Var yoxsa lənət mən heç eləməmişəm. deyib uçub gedir. Hama kraliçanın adamı Malefisentaya arxadan vurur. Sizə heç arxadan vurublarmı? Zərbə. Daldan vurublarmı? Dal söz yox deyə arxadan. Hə, arxadan zərbə. Arxadan da dal yox. Hə, üzr istəyirəm, arxadan zərbə vurub salırlar dənizə. Amma göydən nəsə başqa uçan şey gəlib Malefisentanı götürüb aparır. Və Malefiyə gözünü açanda göy ki yarasını kimsə sarıyıb, höz də çujo yerdədir. Bitdən göy ki boy, bir talpa habına oxşayan qənətli buynuzlu şeylər. Kanalizasiyalarda insanlardan gizlənməkdən bitər olmuşuq. Onlarla döyüşməliyik. Məndən gəlməyən bınlandı. Bınlandı. Bizim olan hamısına gücümüz çatmaz. Sən öl vur. Ha bu niyə çatmır ki? Deyən Malifiyə sağ olsun. Siz kimsiniz ha? Səndən mundarramış əski gəlir. Ay boyla. Gördü o zə. Malifiyə güclüdür, hamısı öldürəcək. Malefisenta həmişə elə bilirdi ki, o təkdir. Amma sonradan görür ki, onun da insanlardan qaçıb yerin altında yaşayan bir xalqı var. Bütün bataqlıq xalqının nəzərinə sabah toyumuz var.